Yaxşı bir söz var. Ölümün çox gözəl zövqü var. O ən yaxşıları aparır. Seçir balarımız. Üzüntü içindeyiz, sarsılmışıq. Yani bir parçamız kopur. Dostumuz gedib, yani bir ziyalımızı itirmişik. Çox ağır bir itkidir bizim mədəniyyətimiz üçün əlbəttə ki. Cabir haqqında keçmiş zamanı danışmaq mənim üçün ağırdır. İki qardaş Tahir müəllimlə onun Şuşaya çatanda necə hönkür ağlamaqları mənim gözüm qabağından hələ də getmir. Allah ona rəhmət eləsin. Yani atası hiç emin ol, konferansda hiçbir şey, hiç haberi yok idi. Dünyasında. Xeyr, indi mən heç hamı deyir, Allah rəhmət olsun. Vallahi deməyə bilim. Çünki o dərəcədə mənim inanmağım gəldi ki, dünən danışdım, sırağa gün görüşdüyümüz, o bir gün uzaqdan bir eşq olsun dediyimiz bir adam. Belə şəkildə birdən-birə getmək bizi məhv elədi.